Əziz dostlar, ilk öncə mən sizi salamlayıram və ilk öncə təşəkkür edirəm. Çünki məktəb mediasiyası kimi çox ölkə üçün, dövlətimiz üçün faydalı olacaq və bunun nəticəsini indi yox, müəyyən müddət sonra meyvəsini verəcək və Azərbaycan mediasiyası üzrəsində çox xoş nəticələrin də bizim şahidi olacağımız bir işi sizlər elədiniz və ilk dəfəli bütün komanda olaraq biz bu prosesin içindəyik. Və bugünkü müzakirəmizi də əslində 3 yaşımıza çox qısa müddət qalır, bir aydan da az müddət qalır və biz həmişə ənənəvi bir söhbətlər edirdik yaşımızda. İlk yaşımızda biz tanınmış vəkillərlə və Azərbaycan mediasiyasının öndə olanlarla bir müzakirə aparmışdıq. Keçən il arbitraj haqqında qanunun qəbul olduğuna görə arbitrajla bağlı bir müzakirə aparmışdıq. Biz onlayn qaydadaydı. Bu dəfə isə məncə Azərbaycan mediasiyası üçün daha vacib bir iş elədik. Biz məktəb mediasiyası olaraq ilk təlimlər elədik. Bu ölkədə bu formatda ilk idi və bunu da sizlərə imza atdıq. Və 3 yaşımızla bağlı bu müzakirə söhbətimizi məhz məktəb mediasiyasına həsr edirik. Və düzdür, biz aprel ayında bu söhbət edirik, amma bu 3 yaşımıza yaxın momentdə ictimaiyyətlə paylaşılacaq. Buyurun, ilk kim başlamaq istəyir? Hisslərinizi, nələr hiss edəniz? Oradan başlayaq, sonra ömsəyək. Mən başlayayım. Məktəb mediasiyası doğrudan da bizim ölkəmizdə bir ilk bir layihə idi. Yəni, bu layihəyə də bizi dəvət edəndə düşünürdük ki, görəsən necə olacaq bizim təşkilat tərəfindən bunu keçirməsə və biz yanımızda yığışırdıq, biz təqdimatı hazırlayırdıq, fikirləşirdik ki, ona şəkil eləyək. Çünki bu şagirdlərdir. Yəni, onlar üçün biz elə bir dil seçməliyik ki, onlar üçün uyğun olsun. Və şükürlər olsun ki, bu layihə doğrudan da çox gözəl bir şəkildə həyata keçirildi. Mən əsas nəyə getmək istəyirəm? Mən çox sevindim ki, bizim ölkəmizdə belə bir savadlı, gənc uşaqlar böyüyür. Mən sonradan bizi hamımız düşündük ki, biz o fikirləşirdik ki, biz mediasiya təqdimatını elə bir hala-sala ki, uşaqların dilinə olsa. Onlar çox sərbəst, çox səlis uşaqlardır, çox məntiqli fikirləşən uşaqlar idi və mən çox sevindim buna. Və mən əslində birinci növbədə o uşaqların valideynlərinə biz təşəkkür edirik. Çünki bu, o evdən gəlir, ailədən gəlir və sonra o məktəblərdəki o müəllimlərlə rəhbərliklə ki, çünki onlar sonradan onu inkişaf elətdirirlər. Amma burada bir vacib deyil, o uşaqları məktəb, bizim daha detallı müzakirə edəcəyik. Şagirdlər özləri seçmişdi. Yəni bu o seçim və o mediatorlarda şagirdlər özləri seçmişdilər və o şagirdlər də çox maraqlı idi onlar ki, biz hər gün görürdük, biz o rol oyunları edirdik, biz görürdük ki, şagirdlər özləri həvəsli idilər. Bu uşaqların özlərinə də, həm məktəbin özünə faydası var və əlbəttə ki, uşaqların özlərinə o inkişafı üçün çox böyük bir faydadır. Biz hətta yadımızdadır sonunda o təlimin sonunda uşaqların bu təlimin bitməsini heç istəmirdilər. Oraya gələcəm. Aynur xanım sizdən üçün nələr hiss edəniz? Hisslərinizi paylaşın, belə deyək. Şakir müəllimlə elə eyni fikirdəyəm. Mən də bir qədər fərqli şagirdlər gördük, fərqli gələcək yetişən nəsil gördük və bu bizi çox sevindirdi. Proses boyu biz tək təlimə köklənməmişdik, həm də maraqlı fikir mübadiləsi olurdu, onlar bizə nəsə sual verirdilər. Biz hətta mövzudan belə qırağa çıxıb maraqlı bir mühit yarada bilirdik. Bu bizi çox sevindirdi ki, onlar bizi tam olaraq anlayırdılar nə demək istədiyimizi. Gözləntimizdən daha yüksək oldu, gözləntimizdən və mən çox fəxr edirəm ki, belə bir ilk Azərbaycanda olan bir projenin içində biz də var idik komanda olaraq. Çox əyləncəli keçdi. Nəinki şagirdlər, biz özümüz istəmirdik ki, bilsin. Çox sağ olun, Aynur xanım. Aynur xanım, siz dinləyin. İlk ötü hisslərinizi. Hisslərim mən də həmkarlarımla eyni fikirdəyəm. Yəni, həqiqətən də gözləntilərimizin çox üstündə bir şagirdləri tanıdıq. Siz nə gözlürdünüz? İlk, biz dedik bu səbəbə hard-top formatı olaraq nə gözlürdünüz, nələr var? Siz inanın, biz bu layihəni hazırladığımız zaman geç saatlara qədər müzakirə edirdik ki, Gəlin saat çıxıyor. Gəlin saat neçəyə kimi Saat 2 ki, bu terminləri necə biz yumuşaldaq, asanlaşdıraq, asan bir dildə çatdıraq uşaqlara. Ancaq biz ilk uşaqlarla ünsiyyətə keçdiyimiz zaman gördük ki, uşaqlar çox gözəl terminləri də çox gözəl bilir. Hətta bizimlə eyni səviyyədə, yəni ki, danışıq qabiliyyətinə, bacarığına malik uşaqlar
uşaqlarıdır. Bu məni çox sevindirdi və qürurlandırdı. Çünki mən çox sevirəm ki, bizim ölkəmizdə təhsilin səviyyəsi bu səviyyədədir ki, və düşünün ki, 5-ci sinifdən 8-ci sinifə qədər idi uşaqlar, səhv etmirəmsə orada bizimlə iştirak edən və 9-a kimi, bəli. Düşünün ki, 5-ci, 6-cı sinifin uşaqları sizinlə eyni səviyyədə, qarşılıqlı şəkildə dialoq apara bilir, danışa bilir və bu həqiqətən mən çox fəxr etdim. Bizim yəni gələcək gəncliyimizlə, yəni ki, qürur duyulası və fəxr ediləsidir. Bu mənim hisslərimdir. Daha detallı. Mən bu səhər başındaydım elə bir yerdə. Biz həqiqətən saat 2-3 gecə, yəni Əsmə, bir dənə belə bir şey deyim. Bu 2-3-dəyiz. Bax, gəl saat 2-3-ə qədər o Zoom proqramında, hərdən Zoom bizi atırdı. İnternet zəif edim. O Zoom izlasındakı o yorğun ağrın, günün ağırlığı ilə bir şeylər edirik. Çox məşğulun əslində, daima belə zənglər. Gəl saat 2-də 3-ə qədər düşünürdünüz belə bir şey olacaq. Sən dediniz ki, Şakir belə deyib, oturub xahiş edərik, görək bunu edək ki. Yox, açığı düşünmürdüm. Çünki həqiqətən layihə çox gözəl bir layihədir. Yəni mən o şagirdlərlə, tələbələrlə ünsiyyət quranda, yəni 3 gün biz əziyyət çəkdik və ondan sonra bir 3 gündə təlim keçdik uşaqlar üçün. Və mən onu başa düşdüm ki, yəni artıq uşaqlar hazırdır. Hazır mediator. Hazır mediatorlar. Yəni bu bilirsiniz də müəllimlər üçün, orada məktəb müdirləri üçün, yəni çox böyük bir inkişafda. Yəni insanları öz aralarında hansı bir mübahisə yaransa belə, onlar o mübahisəni həll edəcək. Başa düşürsünüz? Bax, amma düzdür, biraz çətin idi. O nə səsdir var, bir şey. O hardadır ki? Yəni mənə elə gəlir ki, yəni həqiqətən o biz çəkdiyimiz əziyyət, onu indi vurğulayıram. Çünki həqiqətən yəni gecə yatmamaq və sənin gözləntilərin biraz başqa idi. Bu xoşlarına gələcək, necə təqdim edəcəksən? Ya da yaş baxımından da deyirsən ki, burada necə bunları təqdim edəcəksən ki, bunlar maraqlı. Amma həqiqətən çox maraqlı. Nəinki maraqlı olsun, həm də öyrədici olsun. Biz çox yəni ki, fikirləşirik. Mən artıq həqiqətən çox rahatam ki, yəni bu sabahları inkişaf edəsən məktəblərdə, yəni mübahisələr də azalar. Onlar evdə gedib O suala gəlir. Bəli. Bu məclisin baxışınızda, bu məktəb mediasiyası, yəni məktəblərdə hansı effekti verəcək? Məktəblərdə böyük bir effekt verə bilər. Yəni bu tədricən olsa, yəni daim olsa, Belə deyim, bizim yəni Elmə Təhsil Nazirliyi yeni bir layihə olaraq başladı və ilk dəfədir belə bir qrant ayrıldı və ilk pilot kimi başladı. Yəni bunun cəmiyyətdə yayılması, məktəb mediasiyası, bir mediator olaraq, insanlar mübahisəni işləyən bir insan olaraq bunun effektini necə hesablayırsınız? Yəni mən də fikirləşirəm ki, həmin o şagirdlər, tələbələr, mən gördüyüm tələbələr artıq təkcə onlar yox, onların valideynləri də o effekti görəcək evdə. Həqiqətən, yəni bu mənim yoldaşlarım yəni bunu təsdiq edə bilər də. Buyurun. Bəli, mən də düşünürəm ki, bilirsiniz, bu uşaqlar... Belə də, az yaşlı bir övladların anası olaraq, onu yəni ki, təhlil bizim də edirik. övladlarımız məktəbdə təhsil alır. Biz yəni ki, bir növ o mühitin içindəyik. Yəni bilirik ki, məktəblərdə hansı növ mübahisələr ola bilər. Və düşünürəm ki, bu nəinki məktəblərdə mübahisələrin qarşısı almaqda kömək edəcək. Bu həmçinin, baxın, mediator uşaqlar üçün onların bir şəxsiyyət kimi formalaşması, onların bir danışıqçı kimi yetişməsi, problemi həll etmək bacarığı və nəinki mediator uşaqlar, hətta mediasiya prosesində iştirak edən uşaqlarda belə bu effektini göstərəcək. Onlar empatiya qurmaq hissi biləcəklər nədir. Onlar qarşılıqlı bir-birini dinləmək, qarşılıqlı bir-birini başa düşmək. Yəni bu düşünürəm ki, bacarıqları əldə etdikdən sonra Az yaşlı, yəni 12-13 az yaşlı vaxtlarından bunu əldə etdikdən sonra gələcəkdə onlara çox böyük faydası olacaq. Yəni bu sırf məktəbdə deyil, yəni biz də qeyd edirik. Biz məktəb mediasiyası deyilir, amma bunun effekti... Yəni çünki effekt odur ki, yəni biz onlara da məlumat verdik, yəni bu sırf məktəbdə deyil mediator kimi. Onlar öz şəxsi həyatlarındadır mediator. Dostlarının arasında, o yaşadığı məhrədə, hətta öz bacı qardaşların arasında o mediatorluğu verirlər. Zaten onlar dedilər ki, biz bunu etmişik.
Biz Bəli. əvvəl də bunu edirdik. Aha. Çünki biz orada baxın, elə uşaqlar vardı ki, onlar sinif nümayəndəsidirlər. Demək istər-istəməz onların üzərinə nə zamansa bu yük düşübdür. Lakin onlar onu başqa bir danışıq yolu, biz deyirik də, o da bir həldir, amma o mediasiya deyil. Bizim tövbəmiz ondan ibarət oldu ki, biz onlara mediasiyanın incəliyini və fərqləndirici cəhətlərini göstərə bildik bir növ ki, mediasiya nədir və adi danışıqlardan və mübahisənin həllindən nə ilə fərqlənir? Arxan, siz bu momentdə şaşırт bir şey dedi ki, bəs bunlar həm də bunların evdə təsir olacaq. Məsələ, belə deyil, qız anası olaraq, məsəl üçün, bunu bir eyniləşdirmə eləsəz, məsəl üçün, mən burada nəyə soruşuram, bu məktəb mediasiyasının valideynlərə təsiri necə olacaq? Bunu necə siz... Nəzərə alsaq ki, mənim 2 böyük qızım, hər ikisi keçid yaşdırdılar, özdəki yeniyetmədirlər hər ikisi. Mən deyə bilərəm ki, ümumiyyətcə danışıq yolu, mediasiya yolu yeganə yol kimi görülür. Çünki yəni 2 yolda ya bu dava dalaş yolu olacaq, ya da ki bu danışıq yolu olacaq. Və bu danışıq yoluna peşəkar yanaşanda, yəni mən düşünürəm ki, bu bir mənalı olaraq öz töhfəsini verəcək. Valideynlərin təsiri olacaq. Valideynlərə təsiri o olacaq ki, onlar uşaqların danışığa yönümlü olmağını hiss edəcəklər. Çünki biz axı onlara bir növ, necə deyim, alətlər verdik ki, bunu necə etmək olar. Və mən düşünürəm ki, bu neçə gün davam edən təlimlərin nəticəsində onlar o alətləri mənimsədilər. Onlar bildilər ki, bu nə deməkdir, bu necə olacaq və həmin o balansı qorumaq, tərəf tutmamaq kimi bu məqamlar hamısı məncə onların gündəlik həyatında da öz töhfəsini verəcək. Ümumiyyətcə, mübahisənin yeganə yolu danışıq kimi. Və ən əsası da bir məqam var ki, əvvəllər uşaqların arasında mübahisə olduğu zaman bir növ valideynlər qarışıqdır, məktəb nümayəndəliyi qarışıqdır, müəllimlər. Ancaq bu onlara fürsət verəcək ki, onlar artıq problemlərini özləri həll edəcəklər. Və istər-istəməz bu valideynlər arasındakı münasibətlərə də yaxşı təsir göstərəcək. Valideyn-müəllim arasındakı münasibətlərə... Gərginlikdəki bir münasibət yox, daha sivil bir münasibət. Bəli, və uşaqlar özləri artıq öz probleminin mübahisəsini həll edəcək, özləri barışıq edəcək. Çünki biz orada başlananda sual vermişdik, məsələn, mübahisə nədir və mübahisəni həll etməni necə görürsün? Yəni, onlar əksəriyyət demək olar ki, hamısı dedilər ki, yaxşı olar ki, biz mübahisəni öz aralarımızda onu həll edəyik. Əslində Şakir, Bəzən orada müəllimlər müdaxilə edir, yəni müəllimlər köməkli olur. Amma dedik biz tərəfdarıq ki, bu danışıqlar əsasında şagirdlər, uşaqlar öz aralarında danışıq aparıb bu mübahisəni həll edəsin. Şakir, bu momentdə başlanmışsan, 3 günün ilk uşaqlarla salamlaşmadan sonuncu gün, yəni o uşaqlardakı o fərqi və Aymın xanım ki, onlara biz müəyyən adətlər verdikdə, bu 3 gün ərzində o alətlərdən istifadə formatını necə hiss edirsiniz? Yəni, uşaqlar çox inkişafı necə görürdünüz? Yəni, bu əsas inkişafı görürdük. Biz məlumatı verəndən sonra biz sual-cavab verirdik onlara. Onların düzgün qavramlaşdığını, yəni düzgün mənimsəməliyini biz görürdük. Bir sadə bir onlara bir kazus verirdik. Misallarla. Yəni, kazus verirdik. Məsələn, bir apelsin məsələsi vardı ki, onun bölünməsi. Yəni, böyük insanlar, məsələn, yəni bizim yaşlı olan insanların əksəriyyəti orada biraz bölə bilmirlər, yəni çaşırlar. Amma sonda biz müzakirədən sonra, yəni instrumentləri, mexanizmi barədə məlumat verəndən sonra. Amma uşaqlar dərhal edərlər. Çünki onlar o metodikanı birinci başa düşdülər və onun əsasını tətbiq etdilər. Orada biz başa düşdük, artıq bunlar qalırlar. Mən böyüklər qruplarında olan bir təlimçi mi deyim ki, o apelsin misalını indi heç kəs portadan heç kəs düzgün cavab verə bilmir. Uşaqlara biz ipucu vermədik. Uşaqlar onu dərhal oradan sual gəldi. Biz artıq həvəsləri də var. Həvəsləri var uşaqlar. Əsas məsələ də odur ki, o həvəsi oyatmaq. Yəni bizim üçün ən vacib məqam o idi ki, biz birinci təlimdən biz necə başlayaq ki, bu uşaqlar ovsunlasınlar, ovsunlayan onları bu mediasiya ruhuna. Yəni ya onu bir məqamdan tutursan, ya tuta bilmirsən də. Deyirsən heç vaxt birinci təəssürat yaratmağa ikinci şansın olmayacaq. Yəni o məsələ. Ən əsas məqam da maraqlı idi ki, biz komanda şəklində onu elədik. Burada Almaz xanım yoxdur bizim oramızda. Yəni Almaz xanım da oradaydı, o da okeydi. Və biz əvvəlcədən bölməmişdik ki, hansı hissəni kim danışır. Biz onu elə başladıq və tandem olaraq biz paslaşa o maraqlı şəkildə. Çünki hərəmizin bir maraqlı yanaşması var, maraqlı qatqısı var.
Amma biz onu əvvəlcədən fikirləşməmişdik. O elə keçdi ki, yəni biz Elə bir ki, belə oldu ki, biz bu təlimləri artıq neçə illərdir keçirdik. Amma bizim üçün 2 il. Burada biraz uşaqların verdiyi enerji də. Uşaqların həvəsi. qarşılığı Yəni biz düşünürdük ki, bizi təşkilatçılar da dedilər ki, biz inanmırdıq ki, uşaqlar belə maraqlı müzakirələrə qoşulacaqlar. Çünki onlar fikirləşirlər ki, uşaqlar tərəfindən suallar yəni çox olmayacaq. Amma orada o qədər suallar verilir. Siz düşünün ki, Bəli. onlayn platformada uşaqlarla işləmək, yəni necə Gözləsinlər çətinləşir. 30 uşaq, yəni Özünə Mən çox maraqlı necə- suallar. Çox maraqlı. Mən yəni biri var ki, çox belə sadə primitiv sual, amma elə mən suallar. Hərdən fikirləşdim ki, bu suala bir dəfə yalnızca bir sual oldu. Biz qaldıq siz müdaxilə girdiniz, biz bizi gözləmirdik. Biz gözləməyək, hamımız özümüzü o məktəbdə olur da, biz direktor girəndə o yürüsü qalsın mənim, gəldi direktor özünüz, o suala siz cavab verdiniz, yəni yerində gəldiniz. Maraqlı keçdi. Nəsim mən, şok olduğumuz sual hansıydı? Yəni, qaldı ki, bu nə idi? Yəni, Orada hamısı elə suallar elə şok idi, elə baxanda. Çünki yaşlar axı idi. Yəni sən o həqiqətən baxırsan, yəni böyük insanlar belə bir sual vermirlər. Amma uşaqlardan belə bir suallar gözləyən biraz həqiqətən çətin idi. Amma sağ olsun, yəni də Aynurla müəllim Şakir, onlar dəstək olaraq kömək edirlər. Yəni cavablandırırlar bütün sualları. Nəsim müəllim qoşulan kimi çevrildi hamının sevimlisini. Nəsim Demək istəmirdim. Mən axırda qeyd elədim. Onu axıra Nəsim bizim üçün aş kimidir. Onu axırda gətirdi və hamı. Axırı saxlamaq istəyirəm. Bizim o axırıncı, bizim o mediasiya rolunu biz mediasiyalar arasında oynadıq və şagirdlərin suallara o necə gözəl bir nümunə kimi göstərdi. Özümüz oynadıq həmin Elə rolları. onu biz onlara göstərdik yenə belə Nəsim müəllimlə Nərmin xanım tərəfləri də Aynur xanım mediasiya. Yəni onlar elə gözəl oynadılar. Elə bir ki uşaqlardı elə onların dili ilə oynadılar. Mən razı deyiləm deyir. Hamı belə mən çox gözəl keçdi. Uşaqlar prosesi Bəli, Biz bəli. sağlaşmaq istəmirdik. Sadəcə o vaxt idi də, vaxt məhdud. Yəni biz Uşaqlar əslində Uşaqlar hamısı yazır. Uşaqlar bizə şəxsi yazırdılar. Çatla yazırdılar. açığı mən deyim, yadınızdadırsa biz onu başlayanda bizə təklif eləmişdilər ki, gündə 4 saat olacaq. Biz fikirləşdik 3 gündə olacaq, gündə 4 saat. Amma o Tez keçdi. Necə vaxt o qədər və bizim üçün sürətlə artıq keçdi ki, uşaqlarda biz özümüz də istəmirdik. O qədər öyrəşmişdik də. Uşaqlar özləri maraqlı. Maraqlı idi. Sözsüz çox maraqlı idi yəni. Həqiqətən gözləntilər başqa idi və sən başqa bir şey. Firdovsi var idi, yəni belə bir uşaq var idi. Həqiqətən çox maraqlı bir uşaq idi. Çox, yəni Çox orada. Uşaqların təfəkkürü, axırda yəni təşəkkürlər məntiqi, edirlər. Sonra çox- o çox diqqətçil və kim bunu yaradıb, layihəni kim yaradıb, ayrıca ona təşəkkürünü bildirmək bir böyük kimi. Bəli, bəli. Sən baxırsan, yəni bu necə onu fikirləşir. Oradakı o yazılar var idi rəsmən gördünüz. Hə, yəni Çünki elə bu mövzuda elə istəyirəm bizim izləyicilərlə o yazıları da bir paylaşasan. Yəni məsəl üçün Yəni sənə o- toxunan, nə oldu Mən- qəlbinə toxunan? Mənim yadımdadır bir dənə. Yəni mən iki dənə. Hamısı bu suallar. Biri yazmışdı ki, bitməsin də, nə olar? Və belə yazmış ki, mən də ilk dəfədir ki, 30 dəqiqə nəyisə O bir oğlan yaptı. Mən o Hə, 30 dəqiqə nəyisə oturub belə bir qulaq 30 asırlar. dəqiqə deyir, mən heç yox. Birinci dəfədir 30 dəqiqə yazmışdı ki, mən heç yazılan. 30 dəqiqə belə qulaq asa bilmirəm. Burada deyir, mən özümü təsəvvür Yadımda bəlkə nəyisə mən 30 dəqiqə dağılıb oturub qulaq asırlar. Deyir, mən 2 saat deyir, indi çıxmaq istəmirəm buradan. Uşaqlar sağlaşmaq istəmirdi. Şimdi burada bir daha bir məsələni toxunmaq istəyirəm. Sizin fikrinizi məktəb mediasiyasının o məsələyə təsir. Bildiyiniz kimi məktəblərdə xüsusən yeniyetmələr arasında yəni zorakılıq, bullying kimi hadisələr olur. Yəni məktəb mediasiyasının bu məsələyə, yəni bu məktəblərdəki bu zorakılığın aradan qaldırılmasına töhfəsi necə ola bilər? Əslində mən onlar cavab verim bu suala. İlk öncə elə bizim onlara sualımız uşaqlara oldu ki, sizin aranızda hansı mübahisələr olur? Biz ilk növbədə bunu zaten bilmək istirdik ki, biz bu mediasiyanı onlara təqdim edirik və baxaq görək. Çünki biz eşidirik. Bizim də övladlarımız məktəbdə təhsil alır və biz Tərzən. ən maraqlısı o idi ki, Qasım müəllim sizin bu sualınıza cavab olaraq biz elə təlimə başladığımız zaman uşaqlara sual verdik ki, sizin aranızda ən çox hansı mübahisələr olur?
ki biz bu mediasiyanı onlara təqdim edirik ki, uşaqlar baxaq görə hansı mübahisələrdə bunu tətbiq edəcəklər. Və ən sevindirici hal o oldu ki, bizim eşitdiyimiz o mübahisələri biz o uşaqlardan eşitmədik. Hansı ki, o bullyingin yüksək səviyyədə olması, hansı ki, uşaqların arasında çox belə aqressiv halların olması, uşaqlar bizə ən çox verdikləri cavab oldu ki, biz dərsi cavab vermək üstündə bizdə ən çox mübahisə yaranır. Və bunu onlar tam səmimi olaraq yəni biz yox, bir neçə qrup bunu təkrarladı. Bəli, hansı ki, biz sinif yoldaşlarımızla o qədər problemlərimiz yaşanmır, amma bizdə ən çox problem o olur ki, müəllim əgər hansı bir şagirdi dərs cavab vermək üçün qaldırır, digər şagird icazəsiz ona cavab verir və ən çox bizim mübahisələrimiz bunun üzərində olur. Küsülülüklər olur və s. Və sözün açığı bu hal çox sevindirici hal idi. Təbii ki, mən bilmirəm ki, bütün məktəblərdə belədir ya yox, amma rastlaşdığımız 15 məktəb idi bizim. Bəli, rastlaşdığımız O da bir simvolikidir. 15 bəli. Yəni ki, bu çox maraqlı bir məqam idi. Çox sağ olun. Nəsim müəllim, sizin nə fikriniz alım? Yəni, bu məktəb mediasiyası layihəsinin məktəblərdəki o məişi zorakılığa, bullyinqə necə çarə ola bilər? Uşaqların sevgilisi olaraq Nəsim müəllimdən soruşuyorum. Mən də gəlir ki, bu daimi belə təlimlər olsa, nə bullying olar, nə heç nə. Mənə elə gəlir. Yəni, Səbəb. Səbəb budur ki, sadəcə uşaqlar özləri gördü də. Yəni təlim keçərkən görürsən ki, bunlar həqiqətən çox baxırsan, yəni yaşı azdır, amma çox müdrikdirlər öz yaşına görə. Və onunla belə, yəni danışıqlıydılar. Yəni hansı bir mübahisə belə yaransa, mənə gəlir ki, öz aralarında elə bunlar mübahisə. Digər bir ifadə ilə siz məktəb mediasiyasının olması, mübahisələrin dalaşaraq yox, danışaraq uşaqlara indiki uşaqlar danışaraq onu həll edəcək. O məsələ. Mən yadımdadır ki, bir məsələ olmuş, bilmirəm yadımda yoxsa yox. Şagirdlərdən biri dedi ki, mən də düşünürdüm ki, hansısa bir peşəni seçmişdim, amma bundan sonra düşünürəm ki, mediator olur. Çox necə təsirli oldu ki, orada hətta belə ki, suallar verirdilər ki, onlar məsələn. Yəni, biz sual vermişdik. Biz hansısa bir mövzuya elə gəlməmişdik, sadəcə sual vermişdik. Olur artıq o elə cavabla biz başa düşdük ki, bu mövzu toxunmaq lazımdır, artıq olur. Şakir müəllim, hətta uşaqlardan bir neçəsi bizə sual verdi ki, biz indi bu təlimi keçdik, biz məktəbi bitirəndən sonra da mediator kimi çalışa bilərik. O qədər onlarda belə bir həvəs yaranmışdı və biz onlara başa saldıq ki, siz məktəbi bitirəndən sonra əgər belə bir həvəsiniz yenə də davam edərsə, belə bir istəyiniz olarsa, mediator olmaq şərtlərini biz onlara izah etdik. Onlar nə etməlidirlər? Hələ bir maraqlı məqam var. Deyir, mən psixoloq olmaq istəyirdim, amma indi yəqin mediator olacaq. Deyirəm, sən heç ürəyini qısma, sən həm psixoloq, həm də mediator. İndi yavaş-yavaş sona doğru gedəndə bir şey daha bir sual. Ki, mediasiyanın prinsipləri məsələsi var da, dünyanın harasına getsək də, format da dəyişsə, o 4 prinsiplər, hansı ki, mediasiyanın o sac ayaqları da. Mənim üçün çox maraqlıdır. Uşaqların məsələn o neytrallığı, uşaqlar necə bu həzm elədilər? Uşaqlara elə ən maraqlı gələn prinsip neytrallıq idi. Çünki onlar bizə danışırdılar ki, mübahisələri sinifdə həll etdikləri zaman məsləhət verirlər, digər tərəfə deyirlər ki, sən düz eləməmisən bu mübahisədə, sən səhvsən. Ən çox səhv olan da neytrallıq idi. Neytrallıq idi, amma bu mediasiyada elə onlar başa düşdülər ki, mediasiyanın adi danışıqlardan elə fərqi də ondan ibarətdir ki, yəni mediasiyada əsas neytrallıqdır. Yəni, heç bir tərəfə hətta səhv olsan belə deməməlisən ki, sən səhvsən. Sən orada səhvi düzü axtarmamalısan. Biz bunu aşılamağa çalışdıq uşaqlara. Orada ikinci sual da gəlir ki, bizdə orta məktəbdəki günlərimi xatırlayıram. Söz saxlaya bilməmək. Digər bir ifadələ konfidensiallık, məxfilik. Onu uşaqlara necə aşıladınız? Onu daha yaxşı başa düşmüşdülər birinci dəfədən. Çünki onlar deyirlər ki, mən əgər nəyisə deyərəmsə, sabah mənə etimad olmaz. Yəni, onu bir mənalı olaraq belə başa düşürəm ki, onlar gündəlik həyatlarında zaten bunu tətbiq edirlər. Çünki onlar o sirri qoruyurlar və bunun vasitəsilə öz dostluqlarını qoruyurlar. Sirri qorumaqla dostluqlarını qorumuş olurlar. Və onlar bunu zaten tətbiq edirlər. Bu bizim üçün çətinlik törətmədi.
Nərmin dediyi kimi ən çətin məqam neytrallığı idi. Çünki onlar məsələni həll etməyi neytrallıqla eyni anda çətin tutuşdura bilirdilər. Niyə? Çünki məsələni həll etmək onun üçün gəlib demək ki, sən axı düz eləmədin. Sən axı onun haqqına girdin, bu məsələni həll eləmək və eyni zamanda dedim, aha, bəs biz neytral ola bildik, yox, ola bilmədik. Aynur müəllimə, ola bilmədim, ola bilmədiniz, indi gəl qayıdaq yenidir. Sən indi bunu həmin sözü elədik ki, həm neytral olasan, həm də bir növ onu ora çatdırmış olasan o mesajı. Bax, burada bəli, o mexanizm işə düşürdü və o deyildi. Onda bizim maraqlandıran bir məsələdə, burada bu tərəf məktəbdə, sözsüz ki, bu proyektin daxilində məktəbdə təbliğat işləri oldu, mediator otağı olacaq və s. Uşaqların gəlmə, çünki iki dənə fərqli uşaq, mübahisə yaşayan uşaqların mediatora gəlmə mexanizmi necə olacaq? Onlar, biz belə başa düşdük ki, məktəb daxilində uşaqlar könüllü şəkildə uşaq mediatoru seçəcəklər. Kimi seçiblər? Yox, prosesi gəlmək istədikləri zaman. Yəni, könüllülük prinsipi əsasında aparılacaq məktəbli media əsasında. Orada xüsusi müəllimlər deyəsən cəlb olunurlar. Çünki birinci 3 gün biz həmin o müəllimlərə mediasiya barəsində məlumat verdik. Onlara müraciət olunacaq həmin mübahisə olan şagirdlər tərəfindən və o müəllim artıq mediatoru təyin edəcək. Yəni ki, uşaqlar özləri də birbaşa bilirlər. Çünki onlar məktəbdə artıq sinifdə və digər uşaqlar özləri seçdiyi. Özləri də məsələn seçdiyi, ola bilsin ki, məsələn gedib başqa, həmin məktəbdə ama başqa digər sinifdə olan bir mediatora da müraciət edir və artıq o proses elə bir şey. Bəlkə ilk dövrdə bəlkə müəllimlərin biraz daxil olduğu, sonra yavaş-yavaş tamamilə uşaqlar. Tam artıq məktəbdə artıq məlumat olandan sonra bunlar mediatorlardır, artıq özləri də. Biz elə başlıca da onu da qeyd etmədik ki, biz axı bundan öncə müəllimlərdən və psixologlardan təlim keçdik. Biz bir növ onların da öz proqramları var idi, mediasiya giriş proqramları. Onun da bir hissəsi bir neçə saatı bizim üzərimizə düşmüşdü ki, biz mediasiya haqqında onlara 4 saat bizim üzərimizdə. O da maraqlı keçdi. Çox maraqlı keçdi. Həqiqətən olacaq. 4 saat biz fasiləsiz keçirdik onlara. Bəli, orada fasiləsiz. Heç 5 dəqiqə fasilə. Hətta Nəsim müəllim deyir ki, orada axırda bir müəllimə hamısı sağlaşıb, o qalıb. O sevindədir. Gözləyirdi, biz ikimiz qaldıq. Biz bir-birimizə baxırdıq belə. Xanıma sordum ki, sağ ol. Necə təsir Bəli, çox. Çünki əsas onlara biz məlumat verməliydik ki, mediasiya nədir? Çünki onlar başa düşməliydiler ki, nəzarət bir növ fəlsəfəsi nədir? Yəni bu mediasiya. Əslində bunu eləməklə bizim mediasiya 15 saat mediasiya təşkilatı olaraq sadəcə uşaqların əslində o eko mərkəzi də biz olmalıyıq. Yəni ekosistemdə olan əsas oyunçuları da biz bu prosesə cəlb etdik. Yəni baxın, burada biz şagirdlərə keçirdik. Burada layihə sırf şagirdlər arasında mediasiya. Amma biz müəllimlər və psixoloqlar da keçirmişik. Sadəcə onlar özləri də məsələn o mediator qismində çıxış edə bilərlər məktəbdə. Müəllim arasında, müəllim valideyn arasında. Artıq o mexanizmi bilirlər, fəlsəfəni bilirlər. O artıq onları danışıqlara cəlb edib o məsələ ilə o mübahisəni məsələn yekunlaşdıra bilirlər, həll edə bilirlər. Və belə deyək, artıq ənənəvi danışıqlar yoluna yox, mediativ alətlərdən istifadə edərək. Onlar da artıq bir mediator kimi cəlb oluna bilərlər. Daha peşəkar yanaşma olacaq artıq danışıqlar. Bir məqamda qeyd etmək istəyirəm. Biz sonda şagirdlərimizə dedik ki, siz bu ilkdir də, bu bilikdir həm bizim üçün, həm onlar üçün. Siz bu prosesi başlayanda sizin bir çox suallarınız yaranacaq. Və sizin o suallarınızı yarananda bilin ki, 15 dənə mediasiya təşkilatı sizin yanınızdadır. İstənilən an olur belə, yəni mediatorların yeni başlayanda nəyi necə etdim, nəyi düz etdim, nəyi başqa cür edə bilərdim kimi suallarına biz hər zaman sizin üçün yaxşı, bir lazımdırsa biz gələrik, yerində sizə dəstək olaraq, ehtiyac olarsa siz də bizə gələ bilərsiniz. Sizinlə könüllü olaraq daim əlaqədəyik və bu proses oturuşana qədər yəni bizə güvənə bilərsiniz. Biz hətta onları dəvət eləmişik bizim mediasiya təşkilatına və onların təəssüratlarını da dinləmək bizim üçün maraqlıdır və səbirsizliklə gözləyirik ki, çünki yazılardan belə başa düşdük ki, onlar mediasiyanı həm çox düzgün şəkildə mənimsədilər, həm bitməyini istəmirlər təlimlərin, ancaq bir də istəyərdik ki, onları canlı şəkildə dinləyək onların təəssüratlarını. Kofemizə qonaq edək. Həm də vizual görsünlər mediasiya təşkilatı. Məncə onlar vizual görüb kofemizi içəndən sonra artıq hər onu gəlməsinlər qalmayacaq. Biz artıq yavaş sona doğru gəlirik. Dediyim kimi 3 yaşla bağlıdır bu müzakirəmiz. Sizin fikirlərinizi almamışdan əvvəl bildirim ki, bizim komandamızın bir üzvü də
Amasanlıdır, o hal-hazırda ölkə xaricindədir. Amma qəlbi bizimlədir, biz onu hiss edirik və bu məktəb mediasiyası, hətta onu deyim, məncə bu tarixə not düşmək üçün lazımdır. 3-cü gün idi, bir qrupa belə bir mesaj atdı ki, birinci qrupla görüşdən sonra ki, yoldaşlar, mən ikinci qrupa sizə qatıla bilməyəcəm, orada saat fərqi var. Dedi, birinci təlim ilə orada başlayır gecə saat 2-də, ikinci başlayır gecə saat 5-də. 3 gün mən gecən yatmıram, bir şey gözə bilmirəm. Mən ondan əvvəldə yenə bu müzakirələrdə də yenə səhər saat orada bir 6-7-də qalxırdı. Yəni, xüsusi bir fədakarlıqla və komandanın fədakarlığı ilə bu proyekt, bu layihə ərsəyə gəldi. Səmimiyyət var idi və bir fədakarlıq vardı. Xoş niyyət var idi, məramımız çox aydın idi ki, dövlətçiliyimizə, ölkəmizə mediasiya ənənələrinin formalaşmasına və məktəb mediasiyasında öncül olmağa bir addım oldu. Və burada da sözsüz Almaz xanım da o gecəni məktəb mediasiyasında düzgün çatmaq üçün, özünün həyat təcrübələrini o məktəblərlə paylaşması üçün gecəni 3 gün yatmayaraq məktəblilərlə bir yerdə idi və onun adına xüsusi çəkməkdə fayda var. İndi 3 yaşına gəldilər, son sözlərimizi edək və kimdən başlayalım? Nəsil mənim sözüm. Mən hər birimizə uğurlar arzu edirəm bu yolda. Yəni, davamlı şəkildə biz yenə çalışacağıq, işləyəcəyik bu yolda. Və təkcə məktəbi mediasiya yox, ümumiyyətlə, yəni, indi biz onu müzakirə edəcəyik. Çünki həqiqətən bu mediasiyanın xeyri çoxdur cəmiyyət üçün. Buyurun. Mən də bizə uğurlar arzular edirəm ki, əsas odur ki, biz birinci gündən tutduğumuz yolu davam edək və həmin yoldan da biz öz peşəkar vəzifəmizi icra edəcəyik. Çox sağ olun. Mən demək istəyərdim ki, biz fikir verirsinizsə, hər yaşımızı yeni bir nailiyyətlərlə başa vuruluq. Bu özü bir belə deyim, sevindirici və fərəh hissi verən bir haldır. Və düşünürəm ki, 15 saylı mediasiya təşkilatı özü bir dəyərdir və bu dəyərləri qorumaqla gələcəkdə hələ daha çox uğurlar və daha çox nailiyyətlər bizimlə olacaq. Bu qədər. Çox sağ olun. Mən özüm şəxsən deyə bilərəm ki, mən bu mediasiya təşkilatında 2-ci yaşını artıq keçirirəm. Və yolumuz asan deyil, bu bir mənalıdır. Yolumuz o qədər də asan deyil, enişlidir, yoxuşludur, sevindiricidir, hərdən çətindir. Və bu da məncə inkişafın bir yoludur. Belə olmasa biz inkişafa gələ bilmərik. Düşünürəm ki, yəni bizim belə yolumuzun hamar olmaması bizi daha güclü və komanda kimi daha çox, necə deyim, yığcam bir fərd kimi də, yəni bizi belə güclü edir. Özümüzə uğurlar arzu edirəm və biz açığıq böyük projelərə. Çox sağ olun dostlar. Mən də bir komandanın bir üzvü olaraq sizlərlə bu yolda yol yoldaşı olduğum üçün sizlərə təşəkkür edirəm ki, mənimlə bu yolu gelirsiniz, bir yerdəyik. Sizə xüsusi təşəkkür edirəm. Əziz dostlar, bir daha bildirim ki, mediasiyanın Azərbaycan ölkəmizə töhfəsi Cənab Prezidentimizin 2016-cı ildə təsdiqlədiyi yol xəritəsi ilə başlayıb. Kiçik və mikro sahibkarlar arasında mübahisələrin mediasiya ilə həllində mediasiya tövsiyə olunub. Sonra 2019-cu ildə mediasiya haqqında qanun qəbul olunub. 2020-ci ildə mediasiya təlimçiləri təlimi keçirilib akademiyamız tərəfindən. Yenə 2020-ci ilin fevral ayında mediasiya şurası təsis olunub və nəticə etibarilə 2022-ci ilin may ayının 15-də Bakı 15 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb. Sağ olun. Sağ olun. Sağ olun.